Salam əziz takipçilərim. Bu videoda mən sizə məşhurların güya zarafatca söylədikləri etirafları tərcümə edəcəm. Məsələ, Rothschild ailəsi adlı səhifədə bunlar yazılıb. Uşaqlar bizim ən dəyərli resursumuzdur. Burada isə məşhurların biri yazıb. Bu heyranedici balaca cupcake məni qarşılamağa gəldi və bu gözəl çələngi mənə verdi. Balaca uşaqları yeməyə nə qədər də çox sevdiyimi ona söyləmək üçün ona tərəf əyildim. O heç narahat olmadı. Mən balaca uşaqları yeyirəm. Sənin neçə yaşın var? 12. Tamam, mən 10 yaşına qədər uşaqları yeyirəm. Uşaqları və ananasları. Uzun zaman öncə özümdə pislik aşkarladım. Mən onu qəbul etdim. Biz köhnə dostlarıq. Amma bilirsinizmi, mən itlərimi öldürdüm və yedim. Avstraliyadan tərli yekəqarın kişinin birbaşa əmrləri altında. Sən və sənin sevgilin uzun zamandır birlikdəsiz. Bəli, 7 ildir ki. O 30 yaşlarındadır, sən isə hardasa 60 yaşındasan. Necə olur ki, siz bu şəkildə eyni yaşda görünürsünüz? Mən körpələrin qanını içirəm. Və özümə də qoyuram. Zarafat edirəm. O mənim üçün gəlir. Mən gərək insan övladını ona hədiyyə verməklə onu sakitləşdirim. Gəl yanıma, mən səni ona yedirtməliyəm. Onu götürmə, körpəni götürmə. Ana bilirsən nə gülməli olardı? Ana kartof püresinin içinə düşsəydi. Bu uşağın neçə yaşı var? Balaca uşaqdır. Yaxşı olardı ki, bir uşaq dolu otaq olsun və onlardan soruşasan ki, onlar televizorda nə izləmək istəyir? Bəs bizim iti çəngəl dolu otağımız olsaydı. Uşaqlar da gözü bağlı otaqdan çıxmağa yol axtarsaydı. Belə bir şey tezliklə olacaq. Məsələ Halloween-də. İstəsəz həmçinin Katy Perry'nin Bon Appetit klipini də izləyə bilərsiniz. Növbəti 2 video şərhsizdir. Det ser ut som att de kommer från en helt annan tid, eller hur? Du kollar. Är han naken? Så.